Salam xanımlar, YouTube kanalıma hoş gelmişsiniz. Bugün sizinle en asan pirog resepti bölüşeceğim. Qeyd edim ki, istekan ölçüm 250 millidir. Çörək yağını əritdikdən sonra üzərinə 1 stəkan peçək əlavə edib qarışdır. Sonra üzərinə duru yağ, yəni simiçkə yağı əlavə edirik. Sonra isə otaq temperaturunda olan qatlığı əlavə edib yaxşıca qarışdır. Qarışdırdıqdan sonra da üzərinə 2 ədəd yumurta vururuq. 2 ədəd bəsdir, çox vurmağınıza ehtiyac yoxdur. Onu da yaxşıca qarışdırırıq. Qəşəng çırpırıq. Onu da yaxşı çırpdıqdan sonra da üzərinə 2 stəkan un əlavə edirik. Ələ yapışmayan bir xəmir alınmalıdır. Çox un tökməyin, yoxsa un çörək kimi ola bilər. Sonra üzərinə şokolad ya da qoz ya da cem nə istəsəniz əlavə edə bilərsiniz. Mən şokolad səpdim və çox dadlı oldu. 200 dərəcəli sobaya 10 dəqiqəyə qoyuruq, bişiririk. Çox ləzzətli bir pirog qarnı, çox asan da olur. Yəni neçə gün keçsə də yumuşaqlığı hələ də qalır. 5 dəqiqə dinləndikdən sonra sobaya əlavə edirik. Əgər videomu bəyəndisə bəyənməyi, takib etməyi unutmayın. Hazır olanlara nuş olsun. Hazır edə bilməyənlər də təcili bunu hazırlamalıdırlar. Çünki çox ləzzətli alınır. Tövsiyəm sizə budur. Videonu izleyen xanımlara da çox sağ olun, təşəkkür edirəm. Allah amanında qalın. Təşəkkürlər, sağ olun.